gelmiyor ama arada bir işledirəm ki, bu xırda şeyler çok işledirəm. Yol ayrışı. Romantika oldu. Şehirler, zaten yazıldı. Ben bize düşen gören yazıları atmıyoruz. Ya edebiyata gitmeliydi. Ya da onun ruhu karşısında həmişə baş verərəm. Mənim bir fizika müəllimim var idi. Kamal Qaradağ. Bütün yazılarımda qeyd edirəm həmişə. O mənə dedi ki, ədəbiyyat yaxşı şeydir, insanları formalaşdırmaq üçün, dünya görüşü artırmaq üçün. Ancaq yeni bir ixtisas əmələ gəlir. Düzdür, eslərdə ona sarı şeytan deyirlər. O Wiener'in kitabı vardı, siz yaxşı bilərsiniz. Yüzü sarı rəngliydi. Kibernetika kitabı. Gəlsən bu ixtisasa gəl. O vaxtda da kibernetika esərdə qadağa idi. Heç adını çəkmək olmaz. Ancaq o biraz üst örtülü deyildi, sətr altı deyildi ki, bak televiziyalar çıxır, ondan sonra elektronika əmələ gəlir. Bu baxımdan 76-dan qabaq hələ o, gələn deyirəm, o müəllimin ruhu qarşısında başlayırəm. Bu yola o göndərdi məni. Və yenidən istəməzdim. Çünki üzüm görmək göydür. Allah hiç size görmək göy yüz göstermez. Gerek cəmiyyət və zamanda o qədər olur. Təzdən ora qayıtmaq istəməzdim. Amma qayıtsam bir də bu yolu seçəm, o ixtisas seçəm. Amma düşünməmişdim ki, biz indi Biden'i bəyənmirik və bəziləri bəyənmir. O getməmişdən onun bir yaxşı ifadəsi var idi. 21-ci əsrdə o ölkə güclü olacaq ki, onun süni intellekt resursları güclü olacaqdır. Bu baxımdan bayaqlarda bizim hörmətli professorumuz Röşən müəllimlə söhbət edəndə, sizlə söhbət edəndə dedim, İqtisadi güc də bu saat süni intellektədir. Hətta iddiadını çəkmək istəmirəm, qonşu ölkələrimiz var, sevmədiyimiz ölkələr, qonşumuz. Onlarda adam başına düşən ümumi müdaxilə məhsul bizdən xeyli çoxdur. Baxdım, oxudum ki, nəyin səbəbinə birinci növbədə süni intellekt resurslarının, IT resurslarının hesabına. Yani iqtisadi baxımdan da bu çox vacib bir şeydir. Biraz tarixə ekskurs eləmək istəyirəm. Təxminən bütün elmi ədəbiyyatda süni intellektin atası kimi McCarthy'ni göstərirlər. Amma vallah belə deyil. Qəti belə deyil. Bu sözü ilk dəfə o deyir, süni zəka, süni intellekt, artificial intelligence. Bu sözü o işlədi. Ancaq mən rica edirəm, vaxtımız olanda Google'da bir cənə axtarış vereyim. Zadə yazılırdı. Machine that think, düşünən maşınlar. 1950. Mən bunu Türkiyədə də demişəm, Amerikada da demişəm, başqa yerdə. McCarthy deyil, Zadədir, süni intellekti kökü. O yerbazlıq sad yox deyil burada, Azərbaycanda olduğu üçün demirəm. Elmi ədəbiyyata istinad edib deyirəm. Ancaq sonra təbii
Bugünkü süni intellektin bir çatışmayan cəhəti var. Hələlik bugünkü. Düzdür, yaxşı tərəfləri də çox belə. İqtisadi baxımdan, həm siyasi güc baxımdan. Hələ o deyil. Çox bir mənfi cəhəti var. Kitabda neyrometlər var. Bugün süni intellektin kökündə əsas deep learning deyirlər, dərindən öyrənmə. O, neyron şəbəkələrinə əsaslanır. Neyron şəbəkəsi də bunun imitasiyasıdır, beynin imitasiyasıdır. Burada onun üstü 14 dənədir. Amma bugün maksimum biz 1000 dənə, 10.000 uzaqlaşır. O süperkompüterlərdə neyron şəbəkəsi yada bilir. Amma bu qara bura rəqəmlər ver, orada da rəqəmlər alırsan. İstifadəçi isə buna inanmır. Başa sal görür, bu nəticəni adam alır. Ona görə də bugünkü trend inkişaf, mən xüsusən cavanlar üçün deyirəm, explainable artificial intelligence. İzah olunan bilinəndə, İzah oluna biləndə nə vaxt ola bilər? Sözlə olsa. O uşaqlara sözlə deyirsiniz də sizin kitablarda. O da qeyri-səlis məntiqdir. Bir balaca kənara çıxım, ümumiyyətlə dünyada 2 cür informasiya var, 3 cür yoxdur, 5 cür yoxdur, 2 cür. Bir ölçülə bilən informasiya. Bir də qavranılan persepsiya informasiyası. Deyirlər ki, o şey ki ölçülmür, o informasiya deyil. Amma bu çox azdır. Boydur, çəkidir, qan təzyiqidir, ondan sonra qan tərkibidir və başqa ölçülə bilən. Yəni qalan informasiyalar hamısı ölçülə bilməndir, qavranlandır. Bak burada keyfiyet demək olar. Kəmiyyət və keyfiyet demək olar göstəricilər. Düzdür o. Keyfiyyət persepsiya yəni ki, mesela deyəcəm. Köhnə dostlar. Sizin gözəlliyinizi mən nəylə ölçüm? Cihaz var. Yox, persepsiya var. Biz oxuyan vaxtlar, hələ 50-ci illərdə, 60-cı illərdə, Moisey demirdi, onun əməkdaşları deyirdi. Deyirdi ki, insanın sifətini 27 parametrine, məsələn, qaş, nə bilim, göz, onlarla bir yerdə müəyyən eləmək olar. Mən həmişə deyərdim ki, görəsən Məcnun Leylini sevəndə 27 parametrə sevdirir. Yox, persepsiya. Təbiidir. Müzadənin üstü, mənimki deyil, müzadənin. Təbiidir. Persepsiya sistemidir. Təbiidir, dərəqəm yoxdur. Mesela deyək ki, saat 5'e yaxın biz görüşəcəyik. Allah qoysa 1-2 gündən sonra görüşəcəyik. Bir gün başladı, yəni 24 saatdan. Onu Tanrıdan başqa heç kim bilmir. Amma bugünkü söhbəti bana gətirirəm. Süni intellektin inkişafı qeyri-səlis məntiqə əsaslanır. Niyə? Qeyri-səlis məntiq sözlə işləyir, rəqəmlə yox. Zadənin axırıncı nəzəriyyələrindən biri computing research. Siz yaxşı bilərsiniz.
sözlə hesablamalar. Mesela deyir ki, güzel insan. Sonra Kemal Abdullah'ın bir ifadesi var. Deyir, güzelim, sen güzellerin en güzelisin. Güzellerin en güzeline değil, bu riyazi bakımdan kvadrata yükseltmektir. Ama sözü kvadrata yükseltmek. Bu klasik bir misal var ya, onu bilirsin. Məntiqdə. Bütün yaranmış insanlar ölecek. Düzdür? Bir müddət. Sakarat insandır. Bak burada 30-40 adam. Hamısı bir dənə məntiqi nəticə çıxartdı. Sakarat ölecek. Elə deyil. Bəyən biz neyse ne bir başka bir şeye vurduğu, kök aldırıq, kvadrata yükseltdik, ya bir şeyle değil. Yok, insan düşünende rəqəmlə düşünür, sözlə düşünür. O baxımlarda süni intellekti gələcəyi, yəni bugün də belə fikirləşirlər ki, qeyri-sərvis məntiqə əsaslanır. Rəfik, bir məsələ ilə də bağlı, ümumiyyətlə, həm gəncləri, həm ümumiyyətlə işçisinin fərqi yoxdur. Əsas maraqlandıran bir suallardan biri odur ki, ümumiyyətlə, işlərin, ixtisasların əvəzlənməsi məsələsi. Yəni, bugün onların öyrəndikləri, çünki progres çox sürətlə gedir və bugün onların öyrəndikləri 10 il sonra aktual olacaqmı, onlar bu ixtisası davam etdirəcəklərmi? Məsələn, bir neçə gün öncə dünyanın ən böyük dil modeli emal edən şirkətlərindən biri, Anthropic şirkətinin rəhbəri, hansı ki, Cloud sistemi var, LLM var. Onun rəhbər belə bir söz işlətdi ki, artıq bir neçə il sonra kodlaşdırmanın böyük bir faizi generasiya olunacaq. Bu da bizim indi ixtisasını verdiyimiz proqramlaşdırma sahələrinə münasibəti dəyişdirəcək. Və gənc proqramçılarda ağıllarında bir sual yaranır ki, bizim gələcək addımlarımız necə formalaşacaq? Siz bunu necə qiymətləndirirsiniz? İstər müsbət, istər mənfi tərəflərini? Kimisə bilmədiyi şeydən xoşu gəlməz. Mən də onun kimi. Mən proqramlaşdırma bilmirəm. Yəni, proqram tuta bilmirəm, yaxşı proqram. Tək mən yox edeyim. Nə Almanya, nə Yaponiya, Avropa proqram tuta bilmirəm. Monopoliya Amerika'da, Amerika Birləşmiş Ştatlarında. İstər Oracle olsun, MATLAB olsun, başqaları olsun, bütün bu paketler hamısı onlarınkidir. Ama sen Allah'ın işte məndən incimeyin. İncirsəniz əvvəlcədən üzr istəyirəm. Amma mən proqramçılara biraz pinəçi kimi baxıram. Pinəçi bilirsin nə deyil? Cavanlar bilməz. Ayaqqabı. Ayaqqabıya yama. Diken yox ha. Yamıyım. Yam. 3D'də nəsə bir proqram tutsun, mənə nə tutsun. Mənim Alman dostlarım da, başqa dostlarım da deyir ki, biz Məkkə kimi software sahəsində Amerikaya baxırıq. Hər şey olur. Monopoliya, yaxşı monopoliya, soğana kartonu monopoliya, yaxşı monopoliya orada. Mən də fikirləşirdim ki, bu pinəçilikdən qutaraq, nə yaxşı ki, süni intellekt əmələ gəldi və müasir süni intellekt. Sizin sualınıza cavab verirəm. O pinəçiliyə ehtiyac qalmayacaq və Amerikanın monopoliyasına da ehtiyac qalmayacaq. O proqramları süni intellekt tutacaqdır. Burada sistem mühəndisinə böyük ehtiyac olacaq. Məsələni düz formalaşdırmaq, hətta verbal olaraq. İndi ChatGPT hamısı istifadə edirsə,
soruşursunuz ki, bunlar şeylərdir, cavab verir təbii dildə. Amma təbii ki, hələ o səviyyədə deyil. İnformasiya üçün deyim ki, Çinlər növbəti versiyası daha intellektualdır, buraxdılar ChatGPT. Sən məsələni düzgün formalaşdırsa bilsən, nə istəyirsən? Biz onu kodlaşdırmayacağıq. Süni intellekt o proqramı. Özə bir yaxşı proqram hazırlamaq üçün illər lazımdır da. Orada isə günlər lazımdır, saatlar lazımdır. İndi mən çox tərifləyirəm süni intellekti, amma onun zərəri nə? Zərəri daha çox görürəm, nəinki onun xeyr, düzün deyim sizə, onu bu barədə daha olsa danışarım. Deyə bilərsiniz, Rauf müəllim, yəni ki, təkcə proqramçılara yox, ümumiyyətlə, məsələn, mətin yazarlarına da, hətta dizaynerlərə də, yəni bir çox ixtisaslara əslində mühasib olsun, fərqi yoxdur. Bir çox ixtisaslara əslində ciddi təsir göstərməyə başlayıb bir neçə ildir və daha da inkişaf edir, hər il biraz daha çox inkişaf edir. Bunun, məsələn, gətirə biləcəyi mənfi cəhətlərini də görürsünüz. Əvvəl biraz müsbətdən danışım. Siz bəyək ixtisaslardan sual verdiniz, o mənim ən yaralı yerimdir. Biz 2005-ci ildə Bologna sisteminə daxil olmuşuq. Təhsilimiz, yəqin hamınız bilirsiniz də. Bologna sistemində bir fəzalı təhsil fəzası. Deyir, acaba gəlin, dünya hara gedir, təhsil çox böyüksün deyən ki, sürətlə dəyişir də. Bugün olan ixtisas 10 ildən sonra lazım deyil. Gəlin, həmin bu fəzada hamımız yerləşək. Biraz bu təhsil dilində desəm, kurikulumlarımız eyni olsun, sillabuslarımız eyni olsun, mobillik olsun, transfer olsun, 2 il burada oxuduq, geçsin 2 il orada oxusun da batmasın, buradakı 2 ili batmasın onu. Və dünya necə dəyişirsə biz də onun arxasınca gedək. Arxasınca getməkdən də bazarın arxasınca gedək. Bazar, o bazar deyil, intellektual bazarın arxasınca gedək. Əfsuslar olsun ki, işlər dəyişmir. Əfsuslar olsun ki. Bugün dünyada ən qazançlı ixtisasda, ən lazımlı ixtisasda bir 3-4-ünün adını çəkərəm. Dünya dəyişir. 20 il bundan qabaq ki, ixtisasların çoxu lazım deyil. Məsələn, business analytics, məsələn deyirəm. Azərbaycanca belə deyirik. Bəli. Business analytics, məsələn deyirəm. Data analytics, data science. Risk analizis. Decision making teori, qərar qəbul etmə nəzəriyyəsi. Bu qeyri-sərisi zadə əsaslandıranda o deyirdi ki, bugün klasik üsullar, klasik riyaziyyat, klasik nəzəriyyələr, yaxşı, Röşə müəllim burada oturub incəməsin, yaxşı iqtisadi model, yaxşı dərmə adekvat yaratmağa imkan verir. Tərcümə eləyə bilir. Dərsiz Google tərcümə eləyir, o tərcümə deyil ki. Vallahi təzdən oturub onu özüm tərcümə edirəm, daha yaxşıdır. Nəinki onuncu Google'ın elədiyi tərcüməni düzəltmək daha çətin. Səbəb də bilirsiniz nədir? Bizim o Kemal Abdullah ilə yazdığımız kitabda bir Zülümov sindromu ifadəsi qoydu.
Zülüm oxuyadınızdan da Əhməd Arda. Bəli. Bütün Bütün Əhmədlər yığılıb. Bu en yaxşı axtarış mexanizmi nədir bugün internetdə? Google'da da en yaxşısı oldu. O zülüm ufaqlığındadır. Çünkü semantik analiz yoktu. Olsaydı bütün Əhmədləri yığsa, Lazım olanı gətirərsin. Burada da Əhməd desə, kontekst yoktu da bütün Əhmədləri yığacaqdı. Bir dənə söz deyirsən, ne var hamısı çıxarır deyir. Çünkü semantik təhlil yoktur. Bu əsir bir de mənim fikrimcə dil əsiri olacaqdı. Təbii dilin inkişafı. Mesela süni intellektin əsas kollarından da biri təbii dilin emalıdır. O sentiment təhlil. Xüsusən siyasətçilər üçün. Qəzetlər, zatlar var. Bilirsiniz, bu qərb ölkələrin əksəriyyəti o media ilə məşğuldur. Görək, bu insanlar nə düşünür? Kim hakkında, ülke hakkında, ne hakkında, ne düşünür? Sentiment analiz. Burada birden elə bilərsiniz ki, mən köhnə nə var onu qırağa atıram, əsafırla elə döyür. O klasik riyaziyyat bizə imkan verdi ki, aya uçağı. Bəzi məsələləri həll edək. Amma çox məsələlər var ki, onu həll etmək mümkün deyil. Və dahilər, mənim dahi sözündən az istifadə edirəm. Dahi odur ki, öz zamanasını bir yüz qabaqlaya bilsin. Yoxsa biz elə kim olur deyir ki, filan dahidir, filan kəs 3 dənə şeir yazır deyir dahi. Və 2 dənə məqalə yazır deyir dahi. Bax, mənim otağımda bu asılır. Siz gəlmişsiniz də mənim otağıma ya? Evet. O deyir, bu asılır, siz də görürsünüz də. Bu Einstein'in sözləridir. Einstein'in kitabı var, Həndəsə və Təcrübə. Geometry and Experience. Deyir ki, əgər indiki, yəni onun dövründəki riyazi qanunlar real həyatı ehtiva eləmək istəyirsə, o tam müəyyən ola bilməz. Şimdi burada riyaziyyatçılar belki oturup diye biri, riyaziyyatçılar otururdu. Yani real hayat deterministik dövr, o var idi 17. 16. asırda deterministik dövr, riyaziyyatın gücü çatmırdı. Sonra deyir ki, eğer bu kanunlar, yani riyazi, klasik riyazi kanunlar tam müəyyəndirsə, onda real həyatı yaza bilməz. Yəni, bütün real həyat qeyri-müəyyən. Müəyyən eşsat yoxdur. Müəyyən bir varlıq var. Qolukdadır. Qalan nə var, hamısı qeyri-müəyyən. Rica ederim, vaxtınız olsa YouTube'da ya da TikTok'da yığın Bəxtiyar Vahabzadə və Xudu Məmmədov. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov. Tanışsınız da Xudu Məmmədov? Bəli. Şəkiyə qonaq çağırır. Yəni orada var o. Ben dediklerim oradan götürür. Elhəmin leksikonla danışacağım orada nətərdir. Bəxtər müəllim deyir, Xudu, neyinirsən orada?
Şamaxıda. Amma Bəxtiyar mənim evdədir. Deyir, mən burada Allahın möcüzəsi ilə məşğul oluram. Deyir, xudu nə möcüzədir o elə. Deyir, gəl göstərim. Bəxtiyar müəllim gəlir bağçaya, çiçəyi götürür xudu müəllim. Deyir, Bəxtiyar, fikir ver. Bax, bu çiçəkdə çəhraydan tutmuş qırmızıya kimi bütün rənglər necə Tanrı düzür və bu rənglərin arasında da heç bir səlis, dəqiq keçid yoxdur. O necə dan yeri söküləndə görürsünüz. Ramiz Ruşen şeiri var. Sizcə, Rafael müəllim bizim gözəl şairimizdir. Ramiz Ruşen şeiri var. Bir gün yeryüzü işıqlansa, kimin əli kimin cibindən çıxacaqdır və s. Yəni, birdən-birə işıqlanmır ki, kimsə cavanlar bilmirəm, baxıb dan yeri söküləndə. Yavaş, 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 Tanrı belə edir. Birindən o birisinə %100 səlis keçid yoxdur. Bu kitabı bağışlayacağım bu şirkətə bir təxminən 15 gün var çıxır. Qeyri-səlis mənim. Azərbaycan dilində yox idi. Əfsuslar olsun ki, bu kitab. Bax, burada görürsünüz. Xudu müəllim deyirdi çəhraydan, o güldən deyirdi. Amma rəng nədir? Rəng tezlikdir də, tezliklərdir. Bənövşəyidən başlayır qırmızıya kimi, o tezlik dəyişir. Mən bunu qeyri-səlis, həmin o rənglərlə istədim göstərim. Bunu bağışlayıram. Sizə kitabı. Təşəkkürlər. Bəlkə cəmaatın sualı var, bəlkə deyirəm vallahi. Sual varsa, sizin vaxtınız azdır. Ona görə formatı elə seçmişik ki, növbəti görüşdə biraz uzun deyəcək. Rafiq müəllim, zamanı qabaqlamaqdan dediniz. Bununla bağlı istəyirəm qısa bir fikir bildirəsinizə. İndi hal-hazırda AGI məsələsi gündəmdədir. Yəni, insan kimi düşünə bilən sünidir. Yəni, indi daha çox insan səviyyəsində deyil, daha birlikdə konkret analizlərin cavabını verir. Amma öz məntiqini yeridə bilən, bir empatiya qura bilən insan kimi süni intellektin hazırlanmasına bağlı fikirlər gedir, işlər gedir. Siz necə qiymətləndirirsiniz? Elə bir dövr gələcəkmi ki, kompüter insan kimi özünü dərk edəcək, özü məntiqi qərarlar verəcək və yaxud da insan kimi empatiya qurub qərarlarını ona uyğun formalaşdıracaq. Yəni, insan beyni təsir edən çox məqamlar vardır. Necə düşünürsünüz bu arada? Gələcək yox, gəlib. Bugün gəlib. O bayaqları deep learning, mən danışdıq burada. O dərindən öyrənmə. Əgər YouTube-da baxsanız, YouTube-a bir təxminən 20 olar, 20 ilə yaxın. Bir yazım var idi mənim, robotların üsyanı, adı belədir. Elə Kiyevə dövsəni çıxacaq. Mənim heç şübhəm yoxdur ki, heç həmin o robotdan da tək o, nəysə bunu götürüb buradan bura qoyan zad yox, süni intellekt nəzərdə tutur. O bizdən 1 milyon dəfə ağırlı olur. Bu bugün də elə. Səbəbim deyil. Biz nətər öyrənirik? Buralardan çox uzaq xahiş edirəm. Bir misal var, deyir ki, o ifadəni işlətmək istəyirəm, bir dəfə palçığa batanda bir də batmır. Bildinizlər, hansı deyil bunu? O neyniyir? Örgədir, ora batmaq olmaz.
Amma biz asılıdır millətdən də, bizdən də dünyanı nəzərdə tuturam. Asılıdır millətdən, mentalitetdən. Bəziləri öz səhvlərinin üstündə öyrənir. Bir dəfə düşür, çıxır, 2 dəfə düşür, çıxır, 3 dəfə. Maksimum 10 dəfə, 15 dəfə də çətin situasiyalara düşür, çıxır, düşür, çıxır. Amma daha müdrik adam özgəsinin səhvlərindən öyrənir. Yaş, özgəsinin səhvi nə qədər ola bilər? O olsa 50 dəfə. Ya bizim özümüzünki olsun 10 dəfə, 15 dəfə. O deep learning odur ki. Özə biz bir ömürdə 10 dəfədən danışırıq da, bir 50 ildə, 40, 80 ildə. Amma deep learning bir saat ərzində 1 milyon dənə ssenari çizir. Həmin o bataqlıq, həmin o ekstremal situasiyalar və oradan nə tər çıxmaq yolu mümkündür, mümkündür. Optimal çıxmaq necə olacaq? Öyrənir. Biz o ağıllıdır biz. O 100 min nəfər bizdən ağıllıdır. O eləyə bilir. Amma mən indi ssenarilər çizdim ki, beynimdə. Belə olsa görə mən nətər düşür çıxmamışım axı. Düşür çıxan dörd gəlirəm. O düşür, çıxır, düşür, çıxır. Öyrənir. Ona görə mənim şübhəm yoxdur. Bugün, mən niyə dedim gələcək yox bugün. Amerika Birləşmiş Ştatlarında təxminən 240 bin dollardır. Əskərlər buraxırlar, 4 tərəfi görür. 250 kiloqrama yaxın yük daşıyır. Özü küçə döyüşlərində qərar qəbul edir. Əskərlər, robot əskərlər. Özü qərar qəbul edir. Amma vay o gündən ki, o bizə tabi edilməyəcək. Vay o gündən. Bəlkə də mətbuatdan oxumuşsunuz, mən mətbuatdan oxudum bunu, təxminən bir 7-8 ay bundan qabaq. Bir Amerika generalı, həm də IT oxumsuz deyəsiz sizə, simulyasiya aparır, kompüter simulyasiyası aparır. Dronu göndərir hədəfə. Ancaq bunun məqsədini dəyişir, həmin general. Yoxlamaq üçün də həmin dronu qayıdır, onun özü partladır, göndərər. Ki, mənim yolumdan saptırdı. O özü qərar qəbul edir. O bilmir ki, o göndərdi ki, mən səndən test edirəm, mən simulyasiya edirəm. O özü qərar qəbul edir. Belə kamikazələri götürürlər, dronlar. Gedir, vurur özünə, qayıdır həmin öz yerində. Ağıllı deyil. Yəni, empatiya qurmağı mən nəzərdə tuturdum ki, siz bu silah gəldirən robotlardan nümunə çəkdikdə, məsələn, deyək ki, o əlində avtomat bir uşaq görsə, bir əskər kimi ona necə davrana bilər, yəni insan və robotun qərar vermə addımları burada necə ola bilər? Daha ağıllı. Biz yolda söhbət edirdik Rövşən müəllimlə. Uzun müddət belə fikirləşirdilər ki, emosiyanı modelləşdirmək mümkündür. Süni intellektin bir qolu var. Emotional Artificial Intelligence. Hissiyatı modelləşdirirlər. İndi mən başlayır, o sevgiyi oraya getmək istəmər. O təmiz başqa şeydir. Amma o sizləyən hissələri isə çox asan modelləşdirir. Hətta ola bilər ki, məndən də yaxşı, bizdən də yaxşı modelləşdirir. Daha humanist olsun, ola bilər.
olmaya da bilər amma yoxsa ola bilər. Bilirsiniz nətər, deyim nətər. İndi yaxşı keçək olmuyor. Süni intellektin fəsadları nədir? Və Avropa İttifaqı qanun qəbulləri 400 səhifəlik. Süni intellekti hara qədər inkişaf etdirmək lazımdır. Amerika Birləşmiş Ştatları ondan sonra qanun qəbul edir, Bidenin vaxtında. Niyə? O mənim şəxsi həyatıma daxil olmamalıdır. O mənim insan hüquqlarıma daxil olmamalıdır. Və s. və s. Bunlar elə bir şəxsi həyatıma daxil olmaq nə deməkdir? Çox keçməz, 5 il, 8 il. Bir balaca cihaz qoyacaq, Röşə mənim saat nə fikirləşir. Hamısı mənə yazıb verəcək. Hamısı. Yəni, şəxsi həyatında da sənin, bəlkə sənin insan belədir də, dil bir şey deyil, bəzən ürək bir şey deyil, təfəkkür beyin bir şey deyil. Amma onun qabağını ala bilməsək, mən hamısını oxuyacağım. Diliniz nə deyir? Beyniniz nə deyir? Məni bağışlayın da başqa X. Məni aldadır, yoxsa düzün danışır. Bu ağır məsələ, çətin məsələ. Və tək süni intellektdə yox. Həmişə mən düşünmüşəm, yazılarımda da yazmışam. İstənilən elmi sahəsində açar qoymaq lazımdır. Hara qədər bu elmi inkişaf edilmək olur. Hamımız deyirik ki, bəs atom silahı Einstein nəzəriyyəsi, düzdür, Apollo mənim o atası, Alman. Alman dövlü, Almanya'daydı, sonra Türkçan'da. Ama Nagasaki'ye, Hiroşima'ya bomba atanda Einstein dedi ki, bilseydim ben buraya geleceğini yapmazdı. Onu siyasiler değil. Elm adamlarıyla. Elm adamlar yazıp megalesi. Bilsin kimi kitaplar yazır. Şimdi ne bilek ki sizin o çocuklar için yazdığınız kitabı kim neden istifade edecek? Ne bilek? Veyahut da o nəzəriyyəni min tövbə nə bunu tərif üçün, nə bir şey üçün. Mən bilseydim ki, belə olacaq, mən onu eləməzdim. Mənim 80-cı illəri, 90-cı illərdən əvvəlində 3 dənə qeyri-səlis məntiq, Zadək məntiqi var, Mandani məntiqi var, başqa siz bilərsiniz. Ali 1, Ali 2, Ali 3 məntiqləri var, Əliyev sözündən. Səndə mən Jukowski Akademiyası var, deyil də? Zaten məşğul olan. Uçan obyektlər. Götürdü, o nəzəriyyəni qoydu. Zaten uçan aparatlar, raketlər üçün. Sonra da nəşr edirlər onu. Mən bilirdim ki, Ruslar götürüb bunu orada istifadə edəcəklər, mən bilmirəm. Və yaxud da başqaları götürüb. Yəni, elm adamı, bir elmi iş görəndə o nə bilir ki, onu siyasilər o tərəfə tutacaq. Ona görə də, bax, həmin o deyirəm, qanunu ki, qəbul edirlər, istənilən yerdə də elimdə bir humanistlik olması üçün orada bir açar qoymaq lazımdır. Açar da bilik adamlarının əlində, alimlərin əlində deyil, siyasilərin əlindədir. Təşəkkürlər. Rafiq müəllim, bizdən olan yekun sualı verəcəm, sonra vaxt qalsa, kimisə sözü sual olsa deyə. Lütfüzadə böyük alimimiz özündən sonra davamçı olaraq sizi gördü və
siz bilmək istəyərdik ki, Riyad bəy sual vermiş ki, siz özünüzdən sonra çox nəsillər müəllim olmuşsunuz da, indi də davam etdirirsiniz. Özünüzdən sonra davamçı olaraq hal-hazırda konkret gördüyünüz bir insan və ya bir neçə şəxs də olur, fərqi yoxdur. Azərbaycandan da söhbət gedir. Deyə bilərsinizmi? Necə görürsünüz ümumiyyətlə bu sahə? Yox, o suala cavab verə bilməyəcəm, düzünü deyəm sizə. Yəni, qorxulan tərif çıxsın, onun üçün hep avuza verirəm. Mənim təxminən 200-ə yaxın, təxminən PhD tələbə müdafiə edir. Dünya müxtəlif ölkələrində, Amerikada, Almaniyada, Türkiyədə, Kiprdə, çox Rusiyada, Sovetlər vaxtında, Azərbaycanda, başqa ölkələrdə. Bir 30-35 də elmlər doktoru. Düzdür, bir Azərbaycanda, bir Rusiyada, bir də Türkmenistan'da qalıbdı. Bu ikinci elmlər doktoru. Dünyada həmişə bir dənə, Einstein də, Zadə də, o həmişə PhD bir dənə olubdu. Bir dərəcə olubdu. İndi mən bunların içindən mən seçə bilmərəm ki, hansı davam edəcək, hansı nətər eləyəcək, onu deyə bilmərəm. Allah hamısına can sağlığı versin. Dünyada olmayanlar da var. Ruhlar şad olsun. Biraz ağır sualdır, biraz çətin sualdır. O ki qaldı Zadiyə. Onu Mir Şahin bir dəfə görüşməli. Mən bir 30-40 ildir autotraining edirəm. Bilirsiniz də autotraining. Özünə Təbqin. Təbqin eləmək. Özü biraz yorğunluğu çıxartmaq. Bu yaxşı şeyləri yadıma salıram. Bir dəfə Yesunduki'də oturmuşdum. Oturursa nə edirdim ki, güvəyə baxmırdım, kitab oxuyurdum ya bir məqaləyə baxırdım. Gördüm Mir Şahin yaxınlaşdı. Tanırsınız Mir Şahin'i yəni. Bu olub təxminən bir 15 yılında var. Ola bilərmi ki, siz Zadədən xahiş edəyəsiniz, mən ondan bir filmi çəkmək istəyirəm. Dedim, olar əlbəttə. Götürdüm zəif ordu. Dedi, filan vaxta gəlsin, bir həftədən sonra. Şahin də intellektual jurnalistdir, yaxşı jurnalistdir. O filmi çəkəndən laf çıxanda, Zadənin evində sizə deyim. Gençlər oturup burada onlar üçün demək istəyirəm. Zadənin evi 3 balaca otaq idi. Həmişə də rəhmətli Feyzadə ilə mətbəxdə çörək gəldilər. Balaca mətbəxləri var idi. Orta statistik Azərbaycanlının rayonları da nəzərə tutur. Evindən zəif idi. Amma bilmirəm ki, kimsə burada Berkeley'də olub yoxsa yox. Berkeley Universitetində çox da binalar var. Bir mərmər 18 mərtəbəli bina var. Birinci mərtəbəsinə girəndə yazılıb ki, kim maliyyələşdirir bu binanı? Birinci Lütfüzadə, ikinci Feyzadə. Amma evində həmişə şor, pendir, zat, belə şeylər idi. Maşını da 30 illik köhnə maşını idi, avtomobil. Onun yəni o şeyə ehtiyac yox idi. Çıxanda Mişahin deyir ki, bəs bu otaq nədir? Balaca bir otaq var. Kitabları, zadı, belə hər şey tökülür. Onda deyir ki, bəs mənim də bu əsərlərimdir, zadımdır, nə bu materiallardır. Hədə mən bunu Rafiqə vəsiyyət edəcəm. O da biz deyil, Rusça danışırdılar. Lütfüzadə Rusça çox yaxşı bilirdi. Deyir, а что говоришь они? А что ты не знаешь?
mən bunu olmayandan sonra mən nə bilim, filan kəsə vəsiyyət. Orada Mirşahinin axırıncı bir cümləsi var. Sən demə, ölməzlər də vəsiyyət edərmiş. Yazıca gəlirdi. Siz kitabda onu istifadə yazmışsınız. Rəhmətə gedəndən sonra, bunu da deyim sizə, yəqin ki, mətbuatlarını izləmişsiniz. Biz bununla bir 40 ilə yaxın bir yerdə işlədik, bir 40 ilə yaxın. Ömründə heç belə söhbətimiz olmamışdı. Amma rəhmətə gedəndən bir 15 gün, 20 gün sonra oğlu mənə zəng vurdu, mesaj yazdı daha doğrusu. Ki, atam bu qədər pul vəsiyyət edib sizə. Biraz kövrəldi. Deyir, ancaq bunu mən saxlaya bilmərəm, bunu vəsiyyət edin. Siz bank hesabını deyin, mən də Beynəlxalq Bankda hesabı dedim, o pulu köçürtdülər bir 3 gündən sonra. Və cəmi 5 ya 10 dəqiqədən sonra Rafael müəllim bunu yaxşı bilir. Mən mətbuata açılan, mətbuatla Azərbaycan mətbuatında da, xarici mətbuatda da 5 dəqiqədən sonra bir dənə cümlə işlətdim ki, bu vəsiyyətin $1 da belə Rafi Əliyevin özəl məqsədlərindən istifadə olmayacaq. Ancaq tələbələrə xaricdə oxuyan, ev kirəsi verə bilməyən, bax Türkiyədə davar evdən çıxartmışlar. Ya Dillər İnstitutunda uzaq olsun, kör qız var idi, Kamal mənim. O hamısını xərclə deyir, onun ruhu şad olsun, onun elədiyi vəsiyyət idi. Rafim, teşekkür edirik. Saat 8-ə yaxınlaşır. Sizin vaxtınız bilir ki, məhduddur. Aşağıda gözləyəcəkdir. 5 dəqiqə var. Əgər mümkündürsə, sual verirsiniz, vaxtınız varsa. 3 dəqiqə vaxtı var, çünki aşağıda gözləməsinlər. Çox minnətdarım vaxtınız üçün. Sağ olun. Mənim sualım budur ki, bu qeyri-səlis məntiq nəzəriyyəsi varsa, yəni bunun səlisi də var. Bildiyim qədər Aristotel nəzəriyyəsidir bu səlis məntiq. Mənə maraqlıdır ki, mən bu informasiyanı Google-dan tapa bilmirəm, siz Lütfuzadəni real həyatdan tanıyırsınız. Necə oldu ki, Aristotel nəzəriyyəsindən səlis məntiqə yeniliyi Lütfuzadə gətirdi? Yəni, onda nə fərqli idi, nə etdi ki, o, məsələn, filan alimdə yox, Lütfuzadə onu çıxartdı ortaya? Onu Örşən müəllim yaxşı cavab verə bilər. Yolda maşında dedi mənə. Bir də görüm kim dedi, dəsən Bəxtər müəllimdə. Bəxtər müəllimdə də var idi. Oğul, onu ancaq şərq adamı görə bilərdi. Məsəl üçün, Almaniyada bu mən olanı deyirəm. Məsələn, maşın saat 2-də gəlməlidir, mən aeroporta getməliyim. Mən də şərq adamıyam da. Yoxsa əxlaqım şərtdir, amma mentalım qərtdir. Mən deyirəm, Allah bu niyə gəlmədi ki? Hələ 5 dəqiqə oldu, niyə gəlmədi, niyə gəlmədi? İnanın, 100-dən 100 deyirəm. 1 dəqiqə qalmış gördüm ki, o tərəfli çıxdı, gəldi dayandı orada. Bu Alman təfəkkürdür. Şərq təfəkkürü elə deyil. Şərq təfəkkürü daha realdır. Bax, biz yolda dünən danışmışıq Rövşən müəllimlə. Ki, Sparın qabağında maşınla gəlirik, gedirik. Mən nə dedim? Dedim 15-20 arasında, 18 də ola bilər, belə dedim də. O, dünyada heç bir yerdə səlis, heç zat yoxdur. Amma Zadənin o təfəkküründən bu gəldi ki, o şərq adamdır. Bəxtər müəllimdə də var idi, ha bu. Vaxtımız yoxdur deyə, Zadə haqqında film çəkmişdik biz, 4 serial. ASTV sağ olsun, 1 saat